Bilirsiniz kimə təvəssül eləyəcək bu gecə? Bu gecə bilirsiniz kimə təvəssül eləyəcək? Əli Əsqərə təvəssül eləyəcək. 6 aylıq südəmər uşağa. Deyiblər ki, hacətlərinizi bu gecə istəyim, bu gecə. Məhərrəm ayının 6-cı günü bitdi, 7-ci gecəsidir də indi. 6-cı məclisimizdə, amma 7-ci gecədir. Deyir, nə hacətiniz var? 3 dəfə bunu deyin, qayıtmayacaq geri. 3 dəfə deyin, ilahi, bidəmil məzlum, bidəmil məzlum, bidəmil məzlum. İlahi, sən and verirəm məzlumun qanına. Məzlumun qanı Əli Əsqərin qanıdır. 6 aylıq südəmər uşağın qanı. 6 aylıq Hüseynin körpə uşağına su vermədilər. Ay evdə əziyyətlə uşaq böyüdənlər, uşaqlarının nazını çəkənlər. 6 aylıq uşağa su vermədilər. 7-ci gün suyu bağladılar. Aşura gününə qədər su gətirə bilirdilər, amma Aşura günü da su gətirmək mümkün değildi. İmam Hüseyin deyir, həlmin nasirin yansuruni, canlandırın gözünün qabağında. Bir nəfər yoxdur mənə kömək eləsin deyəndə, cavab gəlməyəndə çadırdan, xeymədən xanımların ağlamaq səsi ucalır. Deyir, bu səslərin içində o körpə südəmər uşağın da səsi yayılır. Bu səs məcbur eləyir İmam Hüseyini qayıtsın xeymələrə.